Cədvəldə 22 iyun tarixində K, L məntəqələri. 22 iyun deyən kimi yenə yazırıq. Günəşin zenitdə olduğu məntəqə. 23,5 şimal endarəsi. Şimal tropiki. Şimal tropiki. Yay gündönümü. Yay gündönümü. K, L məntəqələri. Gecə və gündüz uzunluqları verilmişdir. Və buna əsas hansı fikrə gəlmək olmaz. K, L məntəqələri verilib və gündüz uzunluqları verilib. Gündüz uzunluğu K məntəqəsi və L məntəqəsi. 22 iyun. 22 iyun tarixində Günəş şimal tropikindədir. 23,5 şimal endarəsi. Və şimalda gündüz uzunluğu daha çoxdur. Çünki 22 iyundur, burada deyil, Günəş şimal tropikindədir. Gündüz uzunluğu və gecənin uzunluğu daha azdır. Burada isə K məntəqəsində gündüz uzunluğu 9 saat, M məntəqəsində 10 saat. 12-dən aşağıdır, deməli cənubda yerləşirlər. Cənub məntəqəsi cənubda yerləşirlər. Çünki 12-dən yuxarıdadır. 12, şimal məntəqəsi 12-dən çoxdur. Və gündüz uzunluğu 9 saat, 10 saat. Ekvatordan uzaqlaşsa gündüz uzunluğu azalmağa başlayır. Məsələn, burada 12-dirsə, burada 11-dir. Məsələn, 10, 9, 8, 7, ta 66,5-ə kimi burada qütb gecəsidir həmin tarixdə. 66,5-də cənub endarəsi qütb gecəsidir. Və burada da gündüz uzunluğu 9 saat. Burada olacaq K məntəqəsi. Daha doğrusu 9 biraz deməli 10 saat L məntəqəsi ekvatora yaxındır. Bir də təxmin olaraq da və K məntəqəsi 9 saat. Deyir ki, qütbə doğru getdikcə gündüz uzunluğu azalır. 10 saat və 9 saat təxmini olaraq bu məntəqələrdə yerləşəcək. Deməli, indi gəlin baxaq. Məntəqələr eyni yarımkürədə yerləşirlər. Deyir, hansı fikrə gəlmək olmaz. Doğrudur. İkisi də 12-dən aşağıdır, ikisi də cənub yarımkürəsində. Şimal yarımkürəsində yerləşmirlər. Doğrudur, cənubda yerləşir. K məntəqəsi, L məntəqəsi nisbətən ekvator daha yaxındır. Bu səhvdir. L daha yaxındır. Çünki gündüzün daha çox. K, L məntəqəsi, K məntəqəsi cənub qütbündən L məntəqəsi, K məntəqəsi nəzərən cənub qütbündən daha uzaqdır. Bəli, daha uzaqdır. Məntəqə eyni enlikdə yerləşmirlər. Bəli, eyni enlikdə yerləşmirlər. Cavab C variantı. Eyni enlikdə yerləşsəydi, bunların düşmə bucaqları ilə olardı. Qrafiklərdə 5 ayrı məntəqədə günorta vaxtı günəş şüalarının düşmə bucağı verilmişdir. Hansı ekvator şimal toropu arasında yerləşir? Məntəqələrdə hansı ekvator və şimal torobunda? Düşmə bucağı verilib və məntəqə deyir ekvatorla şimal tropik. Ekvator şimal tropik arasında yerləşir. Demək, ekvatorla şimal tropik arasındakı tarix 21 mart, 22 iyun, 23 sentyabr. Yəni, bu tarixlərdə günəş şimalda olur. Şimalda olur. Şimal yarımkürəsində. Nə deyim? Düşmə bucağı, deməli, bu tarixlərdə günəşin düşmə bucağı daha çox olmalıdır. Daha çox olmalıdır. Deməli, 21 mart, 23 sentyabr tarixləri bu tarixlərdə yerləşəndə və bu tarixlərdə günəşin düşmə bucağı 22 iyunda və gəlin baxaq. 22 iyunda günəşin düşmə bucağı burada 0-dır. Ümumiyyətlə, bu səhvdir. 22 iyunda daha çoxdur və 22 dekabrda daha azdır, 0-dır. Yəni, 0 ola bilməz. 0 ancaq qütb gecələri ancaq müşahidə olunur qütb dairələrindən qütbə doğru. Sonra getdik növbətiyə. 21 martda 90 dərəcə ola bilməz.
Çünki 21 Mart ekvatordadır 90 dərəcə. Bu da getdi. Sonra bu 21 Mart 22 gün arasında 90 dərəcə, 22 gün 28 90 dərəcə və bu aşağı yəqin ki A olacaq. B-yə baxaq. 30 dərəcədən aşağı 21 Martda. 30 dərəcədən aşağı ola bilməz. Çünki ekvatorla tropik arasında 20,5 dərəcədir. 20,5 dərəcədirsə, bu 30 dərəcədən düzdür, çox olacaq. Deməli, amma burada bir məsələ var. 21 Mart 22 iyun tarixində Günəş bax bu aralıqda olur. Bu aralıqda olanda həmin məntəqənin üzərindən keçir. Üzərindən keçirsə 90 dərəcə olacaq mütləq. Bir də 21 Mart 22 gün gəlir çatır, sonra da 20 sentyabr qaydanda yenə həmin məntəqədə 90 dərəcə olur. Buna da cavab A variantı. Payız gecə gündüz bərabərliyi. Payız gecə bərabərliyi deyəndə 23 sentyabr Günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator. Bu da 0 dərəcə enlik. Bakıda, Bakını soruşur. Bakıda, yəni Bakı 40 şimal endarəsi. Günorta olanda, Bakıda günortadır. Saat 12:00. Olanda uyğun olaraq gecə yarı sübh, axşam çağıdır. Deməli, Bakıda 12:00. 12:00 oldursa, gecə yarı sübh, bir də axşam çağı. Ümumiyyətlə, yer qərbdən şərqə fırlandığı üçün Bakıdan şərqdəki məntəqə irəli, geri. Bakıdan şərqdəki məntəqə Bakıdan saat olaraq irəli, Bakıdan qərbdəki məntəqə geri olacaq. Deməli, gecə yarı deyirsə, axşam 12-dir və Bakının uzunluğu. Biz saatları tapmaq üçün Bakının uzunluğunu bilməliyik. 50 şərq uzunluğu. 50 şərq uzunluğu. 50 şərq uzunluğu saat 12-dirsə, gecə yarı olmaq üçün bizim 12 saat fərqimiz olmalı. 00. 12 saat fərq olmalı. 12 saatda biz gəlin dərəcəyə çevirək. Deməli, yer küləsi 1 saata 15 dərəcə dövr edir. 12 saata x dərəcə. Buradan x də bərabərdir. 12 vurulsun 15 bərabərdir. Deməli, 12-ni 15-ə vuranda 180 dərəcə. Deməli, 180 dərəcə fərq var. 180 dərəcə fərq varsa, bu 50-dirsə, bunlar üçün 180 dərəcə fərq olmaq üçün, deməli, bu keçir qərb yarımkürəsinə. Olacaq, deməli, 130 qərb uzunluğu. Bunlar arasında dərəcə fərqini tapmaq üçün, ikisi fərqli olduğu üçün toplayırıq. O həqiqətən də 180 dərəcədir. Deməli, gecə yarısı olacaq 130 qərb uzunluğu. B variantı. Digərlərinə baxaq. Sübh. Sübh, yəni hələ səhər indi açılır. 6 saat fərq var. 6:00. 6:00-sa 6 saat. Yenə tapırıq. 1 saata 15, 6 saat x. X də bərabər 90 dərəcə. İndi bundan biz 90 dərəcə gedək. Sola getməyə, çünki geri deyir. Bundan 90 dərəcə gedəndə 50-dən gəlirik 90 dərəcə. 50-sini gəldik, çatdıq 0-a. Qaldı 40-ı. 40 dərəcə qərb uzunluğu. Tapdıq bunu. Axşam isə bu tərəfə. Yenə 6 saat təqrib olaraq. Və deyək ki, yenə 6 saatını tapdıq ki, 90-dır. 50-nin üstünə şərqə gedir. 90 olacaq 140 şərq uzunluğu. Cavab B variantı.
Tropik iqlima qurşağının şimal sərhəddi ilə 13 cənub şimal sərhəddi tropik iqlima qurşağının şimal sərhədi 15 şimal endarəsi. Yəni tropiklər 15-dən keçir. Tropik keçir, çünki iqlima qurşaqlarının sərhədi tropikdir. Şimal tropiki 15 şimal endarəsi. Yer kürəsi orbit müstəvisində biz dedik ki, tropikləri tapmaq üçün meyillik, daha doğrusu tropik bərabər 90 çıxılsın meyillik. Buradan tropik 15 bərabər 90 çıxılsın meyillik. Meyillik bərabərdir 90 çıxılsın 15 bərabərdir 75 dərəcə. Deməli, yer kürəsi orbit müstəvisində 75 dərəcə olacaq. Günəş 10 dərəcə şimal əyni zenitdə olanda hansı coğrafiyanın qütb gecəsi deyil? Günəş 10 dərəcə şimal endarəsindədir. 10 şimal. Günəşin zenitdə olduğu məntəqə. Deməli, qütb gecəsi deyil. Qütb gecəsi biz dedik ki, 66.5-dən başlayır. Cənub endarəsindən başlayır. Nə zaman? Günəş 23.5 şimal endarəsində olanda. Bundan başlayır. 90'a bir sözdə 90'a tamamlayırıq. Əgər bu zaman günəşin zenitdə olduğu məntəqə 23.5-dir. Bunda burada başlayır 66.5-dir. İndi günəş 10 dərəcədirsə, bunda qütb gecəsi başlayacaq. Qütb gecəsi deyil. Başlayacaq 70 cənub endarəsi. Ondan yuxarıda, yəni ekvatora doğru qütb gecəsi deyil. Buradan qütbə kimi qütb gecəsidir. İndi burada da biz baxsaq deyil. 90 daha doğrusu 90-dan 10 çıxanda 80 eləyir. Görürsən, texniki səhvlərdir. 80 cənub endarəsi. 80 cənub endarəsində ekvator kimi qütb gecəsi deyil, qütbə kimi qütb gecəsidir. Burada da 80-dən bunlar çoxdur. Bir dənə bu 80-dən azdır. Qütb gecəsi deyil. Cənubi Amur materikində yerləşən işıqlanma qurşaqları. Cənubi Amur materikinin həm tropik kəsir. Tropik kəsirsə olur tropik, bir də cənub mülayim. 3, 5-dir. 22 dekabr tarixində, deyən kimi günəşin zenitdə olduğu məntəqə 23.5 cənub endarəsi olacaq qış gün dönümü. Günəş cənubdadır. Deməli, günəş cənubdadır. Deyir ki, xətt üzərində tarixində hansı xətt üzərində günorta vaxt cismin kölgəsi olmaz? Kölgəsi olmaz. Cənub tropikindədir. Onun üzərindədir. Kölgəsi nə zaman olmur? 90 dərəcə. 90 dərəcə hara düşür? Cənub tropikinə. A variantı. Avrasiya materikində yerləşən işıqlanma qurşaqlarından deyil. Avrasiya materiki tropiki kəsir, qütb dairəsini kəsir. Ona görə cənubdakılar deyil. Cənub qütb, cənub mülayim. 3, 4 D variantı. 40 şimal paralelin 40 cənub paraleli ilə oxşar cəhətdir. 40 şimal, 40. Məsələ həllərində və yaxud da ki, test işləyəndə yazmaq və qrafik göstərmək ən rahat cavaba çatmaq metodlarından biridir. Və bu ardıcılığı da qorumaq lazımdır. Yazmaq lazımdır. Verilənləri yazmaq lazımdır. Şəkil çəkmək lazımdır. Lazım gələrsə, bu zaman cavaba daha tez çatarsınız. Çevrəsinin uzunluğu 25.812 kilometr. Digərlərinə baxaq. Avrasiya şimal materiklə kəsişir. Şimali Amerika, Avrasiya hər ikisindən kəsişir. Yox, cənub deyir. Bunların oxşar xüsusiyyəti. Cənubu kəsmir heç birini.
22 ən uzun gündüz müşahidə olunur. Əksinə. Birində şimalda uzundur, cənubda qısadır. Yaz gecə bərabər günorta vaxt günəş işığının düşmə bucağı bərabərdir. Bəli, ikisi də biz deyik ki, 21 yaz gecə günü bərabərliyi nə zamandır? 21 mart. 21 martdırsa biz dedik ki, günəş harda zenitdədir? Ekvator. Günəş ekvator zenitdə olanda günəş bərabər şəkildə düşmə bucağı bərabər şəkildə faylanır. İkisi də 40-dadırsa, bunların da düşmə bucaqları eyni olacaq. Sakit və Atlantik okeanları kəsişir. 40 dərəcə bucaqlığında düşür, deyir, üzr istəyirəm. 40 dərəcə yox, səhvdir. 40 dərəcə yox. Ekvator zenitdə olanda günəşin düşmə bucağı bərabərdir. 90 çıxılsın 40. Bu da bərabər 50 dərəcə düşür. Səhvdir. Deməli, bu da səhvdir. Bu da səhvdir. Atlantik okeanı kəsişir. Bəli, hər ikisi Atlantik okeanı kəsişir. Çevrənin uzunluğu da 25.812 kilometr. Çevrənin uzunluğunu tapmaq üçün 1 dərəcə paralel qoyulsun uzunluğu 40-da 85.4 360 burada x. X də bərabərdir 360 vurulsun 85.4. Deməli 360 vururuq 85, 360 vurulsun 85.4 olur 2562 kilometr. Bu da səhvdir. Cavab Y. 16 şimal enliyində yerləşən məntəqədə günorta vaxtı kölgənin şimal istiqaməti düşür. 16 şimal enliyində. Günorta vaxtı kölgə şimala düşür. Verilənləri yazmaq, bir də qrafik çəkmək daha tez cavaba çata bilərsiniz. Şimal istiqaməti düşür. Günəş, deməli, kölgə şimala düşürsə, günəş haradadır? Cənubdadır. Günəş hansı enlikdə zenitdə olar? Bu 16-dadırsa, deməli, 20-də olmaz. Ümumiyyətlə, şimal istiqaməti düşür. Günəş hansı zenitdə olar? 18 olmaz. Deməli, 25 cənub enində günəş zenitdə olmur, 30 olmur. Cavab B variantı. Çünki 20.5-dən kənara çıxa bilmir. Paralelindən kənara çıxa bilmir günəşin düşmə bucağı. Daha doğrusu günəşin zenitdə olduğu məntəqə.